Cavan vaxtlarımdır, Akstafada komandirovkadayam. Akstafa cəmaəti Azərbaycanın ən mehriban, ən qonaqpərvər cəmaətlərindən, insanlarından biridir. Çox olmuşam Akstafada. O özləri demişkən, ürəyim qurban, gözəl insanlardır. Qərbi Azərbaycanlıların kafesi var idi avtovağzalda. Gözəl insanlar idi, o vaxt sərhədlər açıq idi, maşın alveri ilə filan məşğul idilər. Kino ulduzlarına oxşayırdılar. Bunların kafesində Bəxtiyar adında bir ofisant var idi. Mən də kepkamı qoymuşam biraz belə rəssamlar kimi çəpinə. O zonaya gedərsən, Akstafada, Qazaxda çaxırı tuluqla qoyarlar qabağa, qonaqpərvərliklərini göstərmək üçün. Və növbə-növ üzümlərini göstərərlər ki, bu qara üzümdən, bu mənlər nə üzümdən, indi özləri adlarını bilir. Mən də gündüz gedirəm, dağ daşı fırlanıram, antena qururam, nə bilim, nə edirəm, rabitəcəyəm də. Axşam qayıdıram o kafedə çörək yeməyə. Bir dənə də Ivanovka çaxır almışam. Axşam medisinskidə yorğunluğu çıxardıb yatmaq üçün. Axşam üstülər bir 30 qram vururam, 50 qram vururam. Çıxıb gedirəm, çaxırı da hər dəfə özümlə gətirirəm. Bir həftədə Akstafada komandirovkadayam, çaxır hər dəfə də axşam gəlirəm. Çaxır hələ yarısındandır. O zaman cəmaatı hamısı yiyib içəndir, hamısı salamlayıram tanıyanları. Başda sabir olmaqla. Bəxtiyar gəldi, çaxır butulkasını götürdü belinə, deyir ki, Ayqa, buna bir həftədir, niyə əziyyət verirsən? Açdı belə başını, çəkdi başını, hamısı laq. Dedi, sən nə vaxt çaxır içmək istəsən, gələrsən burada, sənin çaxırın olacaq. Bunu ta əziyyət çəkib əlimdə gəzdirmə. Bu qədər.